Salam belə. Salam qardaş, nə var, nə yox? Sağ ol, Allah sənin neyəsin. Şükür Allah, yavaş-yavaş. Qardaşım 2 ay bundan qabaq məndən borc almışdın, 300 manat. Nə oldu? Gətir çatdır da. Ayda, nə qədərdi? 300 manat. Aa, Bax, cəhənnim 50 manat keçirəm sənə. 250 manat gətir çatdır. sağ ol qardaş, 50 manat keçinəsən mən. Bir dənə deyən ataş. Qardaş, birini raskoda qoymuşam içəridə də. Onu bir dənə sıxsınlar, pul alsınlar onlar. Mənim də haqqım vardı orada. Mənə verən kimi sənə verirəm pulu. Arxayın ol. Arxan ola 100%. Oldu. Sağ ol qaqam, çox sağ ol. Allah səndən razı olsun. Gözləyirəm. Ha, gözlə sən gələcəm. Sağ ol. Raşid! Hay Raşid! Ha, salam qardaş, salam. Nə var, nə yox? Sağ olasınız. Şükür Allah. Qardaşım 2 gün keçdi, nə oldu bu? Gətir çıxart da bundan. Ayda, qardaş, bir dənə bax demişəm də oradan alacağım var. Vericindən mən sənə çatdıram da, 2 günə çatdıram. Alınmır, mənə də pul lazımdır axı. Sən bu pulu ver də mənə də. Bax cəhənnəm 50 manat keçirəm sənə. 200 manatı gətir çat. Ayda, sən lap mənə xəcalət verdin. Arxayın ol, sənə 2 günə çatdıram. Gözləyirəm. Ay 100% arxayın ol. Tez elə ya bir. Oldu. Oldu Sağ ol, da bax. Sağ ol, çox sağ ol. Bağışla da sağ ol, narahat olma. Sağ ol. Raşid! Gitti. Gəl çıx. Salam qardaş, salam verirsən. Salam. Salam. Pul nə oldu? Qardaş yadımdan çıxıb. Olmaz ki, 4 gündür fırlatsan. İki kişisən ha. Mən neyini məbləğ mənə versinlər ki, mən sənə verim. Ha 200 manat deyil. Cəhənnəmə ki 50 manat da keçirəm sənə. 150 manat çatdır da. Çatdırsam da qış bir Ha daha. mənə dəxli yox deyə pulu çatdır. Nə olub be qardaş, bayaqdan səs atmısan başıma. Evdə arva uşaq var, Allah nə şübhəni çalmısan. 300 manat deyildi. 150'sini vermişəm, 150'sini də verərəm də.